İftara bugün də turşu qovurmalı plov hazırladım. Bunun üçün cavan dana ətini kub-kub doğradım. Bir qədər soyuq suyun içərisində saxladım ki, qanlı suyu tamamilə getsin və təmiz-təmiz yuyub üzərinə su alıb yumşalana qədər qaynamağa qoydum. Soğanları da ortadan 2 yerə böldüm və gördüyünüz şəkildə nazik-nazik, uzunsov şəkildə doğradım. Kərə yağımızdan götürürəm və soğanlarımızın içərisinə əlavə edib soğanları kərə yağında qızıl rəng alana qədər qovururam. Soğanlar bir qədər yumşaldıqdan sonra üzərinə duz da əlavə edirəm və bir qədər də bişirirəm. Ətimiz də yumşalana yaxın içərisinə duz əlavə edirəm. Kəfi çıxanda təbii ki, kəfini də yığıb atmaq lazımdır və bir qədər də bişirirəm. Artıq soğanımız hazır olmağa yaxın. Üzərinə çay qaşığının ucunda sarkök əlavə edib qarışdırıb 1-2 dəqiqə götürürəm. Və həmin bu yağın içərisində şabalıddır, əriyi qurusudur, alça qurusudur, bunların hamısını biraz qovurub götürürəm. Ətimizi də sonda qovururam və artıq başlayıram qaranı yığmağa. Ən alt hissədən ətimizi əlavə edirəm, üzərinə şabalıdları, turşuları, ərikləri, üstdən isə soğanları əlavə edirəm və ətin bulyonundan da təbii ki, süzüb saxlamışdım. Üzərinə çıxmayacaq qədər ətin bulyonundan da əlavə edirəm. Düyümüzü də 1 saat duzlu suda saxladım və təmiz-təmiz yudum. Qazanın içərisində də suyumuz qaynadıqdan sonra duzunu əlavə edib qarışdırdım. Düyümüzü süzdüm və adi qaydada dəmə qoyuram. Altına istəsəniz qazmaq da hazırlaya bilərsiniz. Mən bu dəfə adi lavaşdan istifadə etdim. Üzərinə sarkök, kərə yağı əlavə edib plovumuzu da 1 saat dəmə qoyuram. Allah Teala tutulan orucları qəbul etsin və bayramınız da mübarək olsun.